Belə bir məsələnin həllinə baxaq. Çəkisiz çubuqdan asılmış 12 kiloqram və 18 kiloqramlıq yüklərimiz var. T1 ipi ilə T2 ipinə təsir edən qüvvələri istəyir bizdən tapmağımızı. Onun üçün biz nə etməliyik? Momentlər qaydasından istifadə edəcəyik. Saat əqrəbi istiqamətinə təsir edən momentlərin cəbri cəmi saat əqrəbinin əksinə təsir edən momentlərin cəbri cəminə bərabər olacaq. İlk öncə baxaq, bu 12 kiloqramlığı J'yə vuranda eləyir bu 120 Newton. 18 kiloqramlığımı J'yə vuranda eləyir 180 Newton. İndi qüvvələrin istiqamətinə baxırıq. Qüvvələrin istiqamətinə baxan zaman 120 Newtonluq bunu saat əqrəbinin əksinə fırladır. 180 Newtonluğum isə saat əqrəbi istiqamətinə fırladır. Dayağı qoysam, T1, T2 qüvvələrim də var, iplərə təsir edən. Dayağı məsələn ya birinci 2-yə də qoya bilərəm, 1-ə də qoya bilərəm, amma sonuçda hər ikisinə qoymalıyam. Dayağı qoyuram birinci T1-ə. T1-ə qoyanda T2 hansı tərəfə fırladır? T2 fırladır saat əqrəbi istiqamətində. T1-in momenti isə 0-dır. Çünki düz dayağın üzərindədir. İndi baxaq, dedik, saat əqrəbi istiqamətində olanlar saat əqrəbinin əksinə olanlara bərabər olmalıdır. Deməli, saat əqrəbinin istiqamətində olanlar hansılar var məndə? T2. T2-dən dayağa qədər məsafə nə qədərdir? 3 dama. Sonra hansı var? Var 180 Newtonluq saat əqrəbi istiqamətində. Buradan dayağa qədər olan məsafəm nədir? Buradan dayağa qədər olan məsafəm 1-dir. Bir də 120 Newtonluq qüvvəm var mənim. Bu saat əqrəbinin əksinə fırlanır. Bunun dayağa qədər məsafəsi 4-dür. Yəni 4 dama. İndi gəlin hesablayaq. Deməli, saat əqrəbi istiqamətində olanlarla saat əqrəbinin əksinə olanların bir-birinə bərabərləşdirməliyik. Saat əqrəbi istiqamətində olan T2 ilə 180 Newtonluq qüvvəmdir. Deməli, momentlər qaydasına görə qolu vururam qüvvəyə 3T2, üstə gələk. Saat əqrəbi istiqaməti 180 Newtonluq idi. Üstə gəl 180, vururam 1-ə. Bərabərdir. Saat əqrəbinin əksinə olanlar 120 Newtondur. 4 dənə qolu var, daması var. İndi gəlin tapaq T2-ni. 3T2 bərabərdir. 480-dən 180-i çıxıram, eləyir 300. T2 bərabərdir mənim 100-ə. Bu T2-ni tapdıq. İndi gəlin baxaq biz T1-ə. T1-i tapmaq üçün mən nə edirəm? T1-i tapmaq üçün mən bunları yenidən silim. Bunları silirəm. Çünki mən artıq dayağı buradan götürüb qoyacam. Nəyə? Qoyacam T2-yə. Dayağı qoyuram artıq bu dəfə T2-yə. Dayağı T2-yə qoyanda T2-nin momenti olur 0. T1 hansı istiqamətə fırladır? T1 saat əqrəbinin əksinə fırladacaq. İndi yenidən baxıram. Saat əqrəbinin əksinə fırladana baxıram. Saat əqrəbinin əks istiqamətinə fırladanlar T1-im var. Dayağa qədər məsafəsi nədir bunun? Dayağa qədər məsafəsi 3 damadır. 120 Newton dayağa qədər məsafəsi artıq burada 1 damadır. 180 Newtonluğun dayağa qədər məsafəsi 4 damadır. İndi gəlin, saat əqrəbi istiqamətində olanlar bərabər olmalıdır saat əqrəbinin əksinə olanlara. Saat əqrəbi istiqamətində olan 180 Newtonluqdur. 180-i vururam onun damasına 4-ə. M bərabərdir. F vur D düsturuna görə. O da bərabərdir. Saat əqrəbinin istiqamətində olan 180 Newtonluq idi. Saat əqrəbinin əksi istiqamətində olanlar hansılardır? 120 Newtonluqla deməli bizim T1-imizdir. T1-imi vururam 3-ə. T1 vur 3. Üstə gəl 120-yə. İndi baxıram biz nəyə? Deməli 480-dən 120 çıxıram. 480 eləmir daha doğrusu. 4'ü 180'ə vuranda eləyir 400, 320, 720. 720-dən də 120-ni çıxanda eləyir 600. O da bərabərdir 3T1-ə. T1 də bərabərdir 200-ə. Artıq mən burada cavabları tapdım. Deməli, T2'm oldu 100, T1'im oldu 200.